Bakıda və Abşeron yarımadasında dekabrın 7-si axşamdan 10-u axşamadək arabir yağış yağacağı, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı proqnozlaşdırılır. Yeni Sabah məlumat verir ki, bu haqda Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir. Verilən məlumata əsasən Azərbaycanın rayonlarında isə dekabrın 7-si səhər qərb rayonlarından başlayaraq 11-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə Naxçıvan, Emir, Qarabağa və Şərqi Zəngəzur, Balakən, Şəki, Qazax, Gəncə, Quba, Qusar, Mərkəzi Aran, Lənkəran, Astara yağıntının leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli sel keçəcəyi ehtimal edilir. Avtomobil yollarında vəziyyət açıqlanıb. Moderator Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, dekabrın 7-də bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı proqnozlaşdırılır.